Eğer bir ürəkdə xalqına, millətinə, zamanının insanlarına məhəbbət yoxdursa, o necə yaza bilər, necə danışa bilər? Yazar, inanmazsınız, oxuyarsınız, inanmazsınız ki, bu ürəkdə bir bağlılıq var. Tariximizə gələndə, folklorumuzla tariximiz mənim şəxsən fikrimcə bir-biri ilə o qədər bağlıdır ki, əsl həqiqət folklorumuzda qalıb. 200 il bundan əvvəl, hələ 1805-ci ildə Kürəkçay bağlaşması zamanından Azərbaycan ki, işğal olunmağa başlanıb, bizim tariximizi özləri istədiyi şəkildə qurmağı məcbur ediblər bizi, bizim tarixçilər. Hərdən bizə bir ata, bir baba axtarıblar. Böyük Türk dünyasından bizi ayırıblar. Türk sözünün adını da çəkəblər. Hörmətli tamaşaçılar, böyük bir ünvandayıq. Əzizə xanım Cəfərzadənin oğlu Turan bəy İbrahimovun evində odasındayıq. Əzizə xanımın adına ayrılan otaqda, güşədə çox çəkilişlər eləmişik. Xeyli materiallarla burada, bu otaqda Turan bəyin vasitəsilə tanış olmuşuq. Bu dəfəki gəlişimiz isə daha sevindiricidir. Mirvarid Dilbazi xanım Azərbaycanın ilk qadın xalq şairi olub. Əzizə xanım Cəfərzadə isə ilk qadın xalq yazıcısı olub. Əzizə xanımın 2021-ci ildə keçirilən 100 illik yubileyindən sonra pandemiya vaxtı idi, o yubiley 70 adda, 70 yerdə keçirilsə də, elə bir geniş imkanlı Əzizə xanımın adına, ruhuna layiq böyük bir tədbir keçirməyə imkan olmadı. Həmin o 100 illik yubileyindən sonra Turan bəy demək olar ki, Əzizə xanımın çox cildliklərinin çapına başladı. Yeni araşdırmalar tapıb, bir çox əsərlərinin keçmiş Sovet dönəmində qlavlik tərəfindən çıxarılan yerlərinə əlavələr eləyib, bərpa eləyib onları. Bütöv halda kitabları həmin çıxarılan hissə ilə bir yerdə çap elətdirib. Bu yerdə istəyirəm ki, ilk söhbətimizə Turan bəylə başlayaq. Əzizə xanımın 100 illiyindən sonra çap olunan kitablar, onların arıya ərsiyə gəlməsi və çıxarılan hissələrin necə tapılması ilə bağlı, necə bərpa olunması ilə bağlı bizə və tamaşaçılarımıza məlumat verərdiniz. Tamaşaçılarımızı salamlayıram, sizi salamlayıram. Əlbəttə ki, biz sizi ilə bu otaqda çəkilişlərdə olmuşuq. Gözəl də
tarixdə qalası proqramlar çəkilib burada. Əziz Ananın 2021-ci ildə 100 illiyi idi və həmin dövrdə ilin əvvəlindən artıq hazırlamışdım, amma fikirləşirdim ki, bir 10 cildin çap eləyə bilərəm. Və hardasa həmin il 12 cild çap eləyə bildim. Ümumiyyətlə həmin ildə 25 kitab çap olundu. Bir adamın 100 illiyi dövründə 25 kitab çap olundu. 60-70-dən çox tədbir oldu müxtəlif kitabxanalarda, müxtəlif universitetlərdə. Bir qismi onlayn olurdu, bir qismi üzbəyiz olurdu. Yəni bir çox geniş, çox mən hərdən o böyük tədbirlər, əlçalma tədbirlərindənsə belə tədbirləri daha çox faydalı hesab edirəm. Çünki çox yerə nüfuz eləyir bu tədbirlər. Və həmin dövrdə o kitablarından kitabxanalara hədiyyə elədim. Bizim nəşriyyatlar da mənə çox dəstək oldular. İndi təsəvvür eləyin ki, nəşriyyatlar mən çap elətdiklərimi və ya çap elətdirmədiklərimi götürüb özləri çap eləyirlər, satış üçün çap eləyirlər. Çünki mən çap elədiklərim satış üçün deyil. Mən ancaq kitabxanalar üçün deməklər eləyirəm. İndi hal-hazırda 17 kitab Azərbaycanda satılır. 5 kitab Türkiyədə satılır. Zananın Bakı 1501, Aləmdə Səsim var, Eşq Sultanı əsərləri İranda da ərəb əlifbası ilə Azərbaycan dilində çap olmuş. Çox belə böyük sürpriz idi həmin dövr üçün. Rəhmətli Qənirə Paşayevanın təşəbbüsü ilə Bakı 1501 əsəri də o vaxt özbək dilində də çap olundu. Amma bu proses başlamışdı. Biz əsas çap elədiyimiz və bu kitabların çoxunda Professor Vaqif Sultanlı, eləcə də ən çox zəhməti üzərinə Türkiyədə yaşayan Professor Pərvanə Bayram üstünə götürmüşdü. Bunların tərtibi, redaktası, 10 sözlərin yazılması 17 cildi çap olunub əlimizdədir. Və bu kitabların içində elə əsərlər var ki, heç vaxt çap olunmayıb. Elə əsərlər var ki, onların içində senzura kəsib atdığı yerləri tapıb yerinə qoymuşuq. Heç vaxt çap olunmadığı əsərlərdən biri Qobustan çökəklərində əsəridir ki, Şamaxıda ermənilərin 1918-ci ildə elədikləri qırğını təsvir edir. Bu, həmin o daşnaqlar ki, qırğın törədiblər, milis orqanlarına daxil olub, insanları incidib, onları qaçaq formasına salıb. Bu əsəri 86-cı ildə imkan verməyiblər çap olunmağa. Bu kitabı biz 30 neçə ildən sonra ilk dəfə çap elədik. Əzizə Cəfərzadə Azərbaycan ədəbiyyatının ağır yükünü çiyinlərində şərəflə daşıyan müqtədir qələm adamıdır. Ədəbiyyatımızın, mənəviyyatımızın elə bir sahəsi yoxdur ki, Əzizə xanım öz zərif çiyinlərini o işin altına verməyi əsirgəsin. Məhəmməd Səid Ordubadi ilə başlanan tarixi roman janrı Əzizə Cəfərzadənin əsərlərində öz şahlıq taxtına yüksələ bildi. Tariximiz, folklorumuz, mənəviyyatımız, etnoqrafiyamız onun qələmində yeni məna kəsb elədi. Səfərlər, yol qeydləri, el sənəti ilə bağlı araşdırmalar, tədqiqatlar ədəbi mühitdə rəğbətlə qarşılandı. El ruhu, elat təfəkkür tərzi yeni bir sahə kimi bədii tədqiqat obyektinə çevrildi. Bunların hamısı onun ecazkar qələmi ilə həyata vəsiqə aldı. Özünə oxucu topladı. Milli düşüncənin dərin qatlarına ayaq açdı söz. 80-ci illərdəki milli təfəkkürün yetişməsində başqa yazarlarımızla yanaşı Əzizə Cəfərzadənin rolu danılmazdı. Vətənə Qayıt romanı çox məşhur romanlarından biridir. Şirvan trilogiyasının ilk romanıdır. Bu romanda mən bilirdim ki, kəsilən yeri var idi. Çünki Əzizə ana o vaxt gəldi, o hissəni götürdü, cırdı. Çünki demişdilər ki, bu hissə olsa kitab çapa gedə bilməz. Çünki senzor o hissəni oradan. Və senzor demişdi ki, burada xanın da adı dəyişdirilməlidir. Tarixi obrazdan çıxardılmalıdır. Qəribədir və mən o qoymadım daha çox parçalasını o Qəbula xanım hissəsini. Onu götürdüm, saxladım. Müstəqillik dövründə ən azında bütöv səhifədə Ədəbiyyat qəzetində çap elətdirdik onu. Bunu daxil elədik geri və eləcə də xanın adını bərpa elədik orada. Çünki Qəbulə xanım obrazı tarixi bir obraz idi və Səlyanı 1122-23-cü ildə ruslar ilk dəfə tutanda 1-ci Pyotrun məktubu var imiş buradakı komandana, Admiral Matyuşkinə ki, bəs xan yumşaq adamdır, amma o xanımdan özünüzü qoruyun.
Maçış gündə fikirləşir ki, mənim burada bu boydana gəmim, bu qədər içində topum, səlyanı düppədüz eləyə bilərəm. Bu Çadıralı xanımın nəyindən mən qorxa bilərəm axı? Heç gəmiyə göndərməyib bu xəbəri də. Bu xanım həyat yoldaşı o xan Bakı qalasına müdafiəsinə köməyə gedəndə çox bu Rus əskərləri ilə çox dilləşib, axırda bunları güya qonaq çağırıb və 22 zabit var imiş, hamısını qonaq çağırıb, iç izdirib çoxlu və sonra özü də xəncərlənib, adamları ilə girib 22 zabitin 21-ni yerində öldürüblər, biri yaralı olaraq qaçıb və gəmini qaçırdı. Bu faktı, yəni Sankt-Peterburqdan ona gətirmişdi, məlum fakt idi, onunla belə onu qoymamışdılar, ona görə çıxartmışlar, onu qaytarmışıq. Bu cildlərdə biz ilk dəfə çap elədiyimiz, yəni orijinal olan bir romandır. 8 povesti ilk dəfə çapılıb. 40 hekayəsi ilk dəfə çap olunub. Bunlar nələrdir? Niyə belədir? Çünki bilirsiniz ki, Əziz Ananın 1948-ci ildə ilk kitabı çap olunub və yandırılıb. Onu Axmatov şınalıqda təqsirlandırıblar və ondan sonra kiçik qardaşı Əhməd Cəfərzadə xalq düşməni adı alıb Stalinə qarşı yazdığı şeirlərə görə və xalq düşməninin bacısının əsərlərini kim çap eləyəcəkdi? Heç kim. Və ona görə yazıçılıqdan kənara çəkilib, elmi işləri görüb, filan eləyib və bu elmi işlər özü də böyükdür. Nə yaxşı ki, Əzizə xanımın gülsəsini yaratmışsınız. Böyük abidədir. Əzizə xanımın ruhuna, işinə, fəaliyyətinə çox böyük abidədir. Çünki Əzizə xanımın Azərbaycan tarixindən, mənəviyyatından bağlı yönəlmədiyi, işıq salmadığı bir sahə yoxdur və onun hamısı burada istər şəkillərlə, istər öz əlinin toxumaları ilə, istər 100 illiyindən sonra çap elətdirdiyiniz əsərlərlə bağlı hər şey aydındır. Əziz Ananın bu qədər çap olunmamış əsərləri yığılmışdı. Orada bir Manar sahilləri deyilən bir əsəri var idi ki, 2000-ci ildə bir dəfə çıxartdı ki, bəs bunu çap eləmək istəyirəm. Bu Manar sahillərində Mahatma Gandhinin güllələnməsi, Hindistanın parçalanması, parçala hökmsür İngilis siyasətinin nəticəsi idi. Həmin onu göstərirdi. Eləcə də bizim parçalanmağımızı görəsən, ora köçürdüb göstər. Onu 2000-ci ildə istəyirdi çap eləyə, dedim, yox, bu əsər Əzizə Cəfərzadə 48-ci ildir də. Bunu indi sənin qələmindən çıxsa zəif əsər kimi ola bilər. Ona görə qoymadım onu çap eləməyə. Çünki Əziz ana mən 20 yaşım olanda mənə demişdi ki, mənim müəllimlərim yaşlaşanda elə şeylər çap eləyirdi ki, biz utanırdıq. Ki, vay, bu niyə bunu çap elədi? Vay, bu niyə bunu çap elədi? Ona görə mən sənə icazə verirəm və bundan sonra heç vaxt sənsiz heç bir şey çap eləyəcəm. Bir dəfə İngiltərədə işlədiyim dövrdür və bu dövrlərdə mən gələndə bir belə də mən gedib gələnə qədər 3 ay, 2 ay çəkirdisə bir paçka belə kağız yığılırdı. Mən də o Kirildə olanları səhifə ilə sürətli oxumaq qabiliyyətində idim o vaxt. İndi Latında o qədər sürətli oxumuram. Verdi mənə, apardım, oxudum. Bir məqalə var idi içində. Baxdım ki, yaxşı məqalədir, amma qayıtdım, gəldim. Yox, bu məqalə çap olunası deyil. Niyə? Deyirəm ki, elə bil ki, bu Əzizə Cəfərzadə 1967-68-ci ildir. Heç aləmdə səsim var mənimlə, sonraki qələm deyil də, o deyil. Yox, mən təzə yazmışam filan. Ola bilər, amma qələm o deyil. Sonra boynumu qucaqladı, dedi ki, sağ ol ki, ilinə qədər düz tapmışsan. Gördüm, arxivdə qalıb, çap elətdirməmişəm. Dedim, şirnikləndim ki, çap eləyəm. Hər oğul anaya layla çala bilmir. Bir ömür onun laylasının istisini qulağımızda, canımızda gəzdirdiyimiz halda. Ana haqqı, Allah haqqı deyiblər. Neynisək də borcundan çıxa bilmirik anaların. Nə qədər yerinə düşər bilmirəm, Turan İbrahimovun timsalında ana haqqına halalıqla yanaşan, onun borcundan şərəflə çıxmağın başqasını deyəmərəm, mən canlı şahidiyəm.
Görmüşəm ki, bu türk oğlu Turan anası Əzizə xanımın ideyaları, əsərləri yolunda necə əziyyətə qatlanır, nələri eləyir, nələri xərcləyir. Bu təkcə canyananlıq deyil, bu əqidə amal yolçuluğudur. Ananın və zamanın qoyduğu missiyanı daşıya bilmək bacarığıdır. Bu istək canında olmasa, ruhunda yetişməsə, bu yola yolçuluq olunmaz. Demək, bu ideya, bu əqidə yolçuluğu illərlə onun canında yetişib. Əzizə ananın biblioqrafiyasını həmişə işləyirdim. Ev arxivini də həmçinin milli kitabxanamızla bir yerdə çalışdıq və çox böyük bir 500 səhifəyə yaxın bir bizim biblioqrafiya kitabı oldu. Bu 2002-ci ildə çap olundu. 2002-ci ildə çap olunmağının da səbəbi o idi ki, qoy 100 illik dövründə nə çap olunubsa da bura girsin. Məqsəd o idi. Çox böyük, təsəvvür edin ki, 500 səhifəlik bu qalın bir ancaq kitabdır. Bir sıra başqa əsərləri var ki, onlar məsəl üçün Eşq Sultanı ayrıca çap olunub, Zeynalabdin Şirvani haqqında olan Eldən Ələ Səyyah əsəri yenidən çap olunub, Natəvan hekayələri, Cəlaliyə, Hun dağı kimi əsərləri, uşaq hekayələri bir balaca 4 dənə xırda kitablar idi. Biz onları yığıb bir yerə Pərvanə Bayramla böyük bir kitab şəklinə salmışıq. Ən böyük işlərdən biri onun tanıdıqlarım, sevdiklərim, xatirələrimdə deyilən bir kitab idi ki, o bütün ailəsi, məktəb müəllimləri və işlədiyi adamlar, incəsənət və ədəbiyyat sahəsində. Siz bilirsiniz ki, Əzizə ana həm teatr texnikumunu qutarıb, paralel, həm də pedaqoji texnikumu əvvəlində və o dövrdə bütün o mühitlə, o dövrdə institut yox idi əslində. Sonra Əzizə ana 47-ci ildən sonra həmin o teatr texnikumunun İncəsənət Universitetinə keçməmişdən əvvəl sonuncu onun direktoru olmuşdu və burada çox gözəl xatirələri var, həm teatr xadimləri haqqında və böyük xatirələrin həm də incəsənət xadimləri ədəbiyyat sahəsində. Bilirsiniz ki, Əzizə ananı ilk dəfə 45-ci ildə universitetə qəbul olmuşdu, onu elə ərəb əlifbası ilə Tofiq Fikrət Türk şairinin əsəri əlində olduğu üçün birinci dəfə çıxartdılar. İkinci dəfə yenə çıxartdılar, üçüncü dəfə və sonra 6 ayın içində qutardı oranı. Və 6 ayın içində qutarmağına baxmayaraq Əli Sultanlı onu universitetdə saxlamağı təklif elədi, aspiranturaya gezdi və qəribə hadisələrdən biri ondadır ki, İsmail Şıxlı ilə bunlar eyni vaxtda bir yerə veriblər sənədi. Elə İsmail Şıxlı rəhmətliyin mənim rəqibim adlı var, bəli. O olan hadisəni orada təsvir eləyib. 70-ci illərdə çap olunmuş kitabdır və Əzizə ana çox çalışıb ki, bu adam axı əskərlikdən gəlib, hələ hərbi kitel özündən çıxıb. Mən cavan qızam da, qoy bu keçsin. Məsəl üçün, görüb ki, İsmail bəy 2 suala cavab verib, bu da gəlib üçüncünü deyib bilmirəm. Yəni bu cürə. İsmail bəy də bunu başa düşüb, küsüb gedib. Küsüb yox da, belə ki, yox da, bu mənlik deyil, bu onun olsun. Professor Əli Sultanlı əlavə yer aldırıb və anadan xahiş eləyib ki, bir telegramma vur, İsmail Şıxlı gəlsin. O da telegramma vurub və telegramda ki, bəs belə yer ayrılıb gəl. Telegramda imza yerində sənin rəqibim yazıb. Ona görə o kitabın da adı mənim rəqibimdir. Çox qəribə. Böyük yazısı münasibətləri. Yox, həm də böyük insan münasibətləri. Həm də Əli Sultanlı kimi professorun, nəhəng professorun başa düşməyi ki, bunlarda talant var. İkisi də xalq yazıçısı olub, bunlar ikisi də. İkisi də professor olub. O rəhmətli də sərraf idi. Xarici ölkə ədəbiyyatının Azərbaycanda ən böyük nəhəngi idi Əli Sultanlı. Rəhmətli İsmail Şıxlı bizə Pedaqoji Universitetdə dərs deyib. O Əli Sultanlıdan çox heyranlıqla danışırdı. Savadından, intellektindən və mərhəmətindən. Əlbəttə ki. Əzizə ana çox vaxt deyirlər ki, Şamaxıdan yazıb filan olub, amma
Pərvanə Bayramın böyük bir araşdırması var idi. Əzzə Cəfərzadə Qarabağ və Qarabağlılar haqqında. İlkin dövrünü demək olar ki, ilk əsəri, diplom işi Nəcəf bəy Vəzirovun dramaturgiyasının xüsusiyyətləridir. Əzzə ana 800 illik Azərbaycan qadın şeirini bir yerə toplayıb 2-3 dəfə çap olunub. Türkiyədə də o kitab, Azərbaycan Aşıq və Şair Qadınları kitabı olub. Sizin dediyiniz kimi Aşıq Sənəmin dalıca Balakənə gedib. Əzzə ana 1400 il, 14 əsrlik Azərbaycan tarixi üstündə tarix əsərlər yazır, romanlar yazır. Bu 5-ci əsrdən 20-ci əsrə kimi deməkdir. Niyə? Ona görə deyirdi ki, bizim tarixi Moskvada Petrovskinin redaksiyası ilə yazırlar. Sonra verirlər bizə ki, tərcümə eləyin, bu da sizin tarixiniz. Yəni, bizə deyir, hər dəfə bir baba uydururlar. Tarixi janra keçməsinin böyük səbəblərindən biri bilavasitə elə o tarixi janrı diriltmək və onun üstündən Azərbaycan tarixinə xidmət eləməkdir. Qəribə bir professorun Türkiyədə 15-ci ildə çap olmuş bir məqaləsi vardı. Bir hissə Azərbaycan haqqındadır. Bir cümlənin içində deyir ki, Azərbaycanda tarixi roman janrı Məmməd Səid Ordubadi ilə başladı, genəldi və Əzzə Cəfərzadə ilə pik nöqtəsinə çıxdı. Əzzə ananın bir 4-5 kitabı var idi ki, onlar bilavasitə elmi işlərinin nəticəsində gəlib çıxmışdı. Hər budaqdan bir yartaq, hardasa bir 72 mi şair, az tanınan şairin şeirlərini toplamış müxtəlif regionlarda. Abdullah Padarlı, Mücrim Kərim Vardani ayrıca kitabları idi. Bir neçə Fatma xanım Kəminənin seçilmiş əsərlərini 2 dəfə çap elətdirmişdi 71-ci ildə. Türkiyəli doçent Ömər Bayramla Təzkirə-i Əzzə deyərək bir kitab çap elətdirdi. Bu 4 kitabı birləşdirib bir kitab elədi və biraz da evdə olan əlavə arxivdə qalan materialları bilirsiniz ki, Sovet dövründə belə idi. 100 səhifədən o aynı olmaz. 4 çap listi, filan qədər çap listi filan. Yəni ki, bu beləsinə gözəl bir əsər alındı. Bir qəribə əsərlərdən biri də elmi tədqiqat. Son dövrlərdə bir neçə dissertasiya, Türkiyədə də dissertasiya, 2 dissertasiya müdafiə olunub, mən bilirəm. Eləcə Azərbaycanda da müəyyən işlər gedir. Bu il çap olunmuş əsərdir. Aynə Babazadənin Əzzə Cəfərzadə nəsri tarixi gerçəklik və bədii nəsr. Bu xanım Mingəçevir Universitetində işləyən xanımdır. Əzzə ana məsəl üçün 300 səhifəlik bir əsər yazırdısa, onun 600 səhifəlik bir material toplusu olurdu və o material topluları qalır. Və o materiallardan burada istifadə eləyərək bu xanım onu göstərmək istəyirdi ki, hansı əsərində o gerçəklikdən kənarda durub. Və elə bir şey tapmadı ki, gerçəklikdən kənarda olub. Pərvanə xanım 13-cü ildə də Əzzə Cəfərzadənin həyatı, ədəbi şəxsiyyəti və hekayələrin incələnməsi adlı bir kitab çap elənmişdi, monoqrafiya. Bir kitabı da keçən il çap eləyib, Azərbaycan ədəbiyyatının usta qələmi Əzzə Cəfərzadə adlı çox böyük bir, hardasa 400 səhifədən böyük formatda və 400 səhifədən böyük bir əsərdir. Burada müəyyən əsərlər ümumiyyətlə çap olunmamışdı. Dedim ki, müəyyən 8 povesti yeni tapdıq, çap elədik və bunları biz elə Abdı müəllim sizlə Uduluya gedəndə tapdığımız bir şeydir. Onun qardaşı gildə olan bir böyük bir qovluq idi. Bundan başqa, məsəl üçün 13-14-cü cildlərdə ananın ancaq birini onlardan çap elətdirmişdi. Qızıl Sahilə səyahət, səfərnamələri, Afrikaya səyahəti. Amma Əzzə ana 21 ölkəyə səyahət eləyib və 15 ölkədə səyahətnamə yazıb. Biz onların əsasında belə balaca bloknotlardan, çox kiçik bloknotdan, çox çətinliklə yığıb 800 səhifədən böyük 2 cildli bir kitab eləmişik. Ondan başqa 15-16-cı cildlər ki var, bunlar Əzzə ananın ilk dəfə çap olunan piyesləridir. Bu piyeslər hamısı
radioda, televiziyada oynanıb, düzdür səhnəyə gəlib çıxmayıb, amma çox böyük o dövrün xalq artistləri, Məhluqə Sadıqova, Həsən Turabov və s. və səs yazıları da onların bir qismi hətta məndə əl yazması yox idi. Arxivdən götürdüm, səsdən mətnə çevirdim onu təzədən. O 2 cild alınıb. Bir cild, 17-ci cild isə televiziya üçün yazdığı ssenarilər. Sizin yəqin ki, yadınızda olar, klassik irsimizdən, İncilər, onlar çox Aşıq Pəri Məclisinin ilk 4 verilişi və s. Bir sırada ədəbiyyat xadimləri haqqında apardığı verilişlər də vardı ki, onların da ssenariləri mən hesab edirəm ki, həm də folklordan olan ssenariləri var, bayatılar haqqında və s.lərdən. Onlar da dəyərlidir və onları bərpa elədik, çap olundu. Əsas işləmək vaxtı günün hansı vaxtında idi? Günüzmü, gecəmi? Ümumiyyətlə, ilhamı onun 4-də 5-də gələrdi, əsasən 4-də. Hətta Sovet dövründə bu işıqlar, zatlar, qələmlər, işıqlı qələmlər, elə bir şeylər yox idi. Mən bir belə içərisində batareya olan çox bir qalın bir qələm almışdım, amma yuxarıdan işıq verirdi, onu ilə bir ara yazırdı. Ondan sonra bir ara artıq barmağı tutmayan dövrdə 2000-ci ildən sonra biz ona dedik ki, maşiniska tutaq, gəlsin, yazsın. Amma bu xanım 8-də, 9-un yarısı gəlirdi. Ananın ilhamı saat 4-də gəlirdi. Heç cür 3-4 gün işlədi, heç bir şey ortaya gəlmədi. Ondan sonra biz onu diktafona keçirtdik. Və son illərin əsərləri, məqalələri demək olar ki, diktafonda öz səsində qalıb. Və böyük əsər kimi Eşq Sultanı, Füzuli haqqında romanı demək olar ki, bir 80%-dən çoxu öz səsində yazılmış əsərdir və rəhmətli Tofiq Hacıyev vaxtında çap olunandan sonra oxudu, dedi, elə bir ki, Əzizə xanım rəhmətə getməyib, elə harasa gedib qayıdacaq. Çünki Tofiq Hacıyev o dilini o qədər gözəl bilirdi ki, və orada bir qüsur tapmadı. O mənə ideya verdi ki, bunu elə səsli kitab formasına salmaq və o bir xeyli əlləşdim. Çünki axı necə ki kinonu montaj eləmirsiniz, bu səs də gərək montaj olunur. Bugün yadına düşüb buranı yazıb, bu bunun arxası deyil. Mənim hesabımda əlbəttə ki, bu mənim işimdən əlavə Əzzaniyə olan maraqdır, nəşriyyatların olan marağıdır. Və qeyd edeyim ki, audio kitab deyən bir tətbiq də var bu telefon üçün. Orada Əzizə ananın artıq 5 kitabı var, səsli variantda. Bayaq adını çəkdiyim Aləmdə Səsim var, eləcə Eşq Sultanı oradadır. Eşq Sultanını özüm əlimdə işləmişəm də, yəni mənim üçün o qədər əzbər bildiyim şeydir ki, ya Aləmdə Səsim varı təzə üstündən keçmişdim, işləmişdim. Turan bəy, Əzizə Cəfərzadə artıq fərdi analıqdan çıxıb bütün Azərbaycanın anasıdır. Bütün Azərbaycan üçün maraq dairəsində olan mənəviyyat adamıdır, yazıcıdır, araşdırıcıdır, professordur, alimdir. Bu maraq hardandır sizdə? Demişəm, mənəvi borcu öz yerində. Ancaq bu boyda da yoxdur. Bax, bu nə eşqdir? Bilirsiniz necədir? 13 yaşından gündə ananın yazdığını mən oxumuşam. Onu yetişdirə bilib də, Əzizə Cəfərzadə Universitetindən məni keçirdə bilib. Və indi özümə də qəribə gəlir ki, mən hara məsəl üçün Cabbar Qarayağdı nəslindən Məşədi Qafar adlı bir qardaşı olub, onun haqqında kitab yazmaq hara. Bu rəhmətli Gülhüseyn Kazımlı ilə belə bir böyük tədqiqat işi elədik. Məşədi Məhəmməd Fərzəliyev haqqında bir kitaba müəyyən məqalələri yazdıq, qoyduq. Bundan başqa Turan bəyin özünün yaradıcılıq xəttləri var. Eynən Əzizə xanım Cəfərzadə kimi araşdırır, yorulmur, istər itib batmış söz, xanəndə səs adamları ilə bağlı, istər nafislə bağlı, istərsə də bir ədəbiyyat tariximizdə, mənəviyyatımızda, mədəniyyətimizdə zərrə qədər imkanı olan hər ünvana üz tutur. Eynən dediyim kimi Əzizə xanım Cəfərzadə kimi ərinmədən, yorulmadan, heç bir şeyinə qızırğalanmadan kitablar çap elətdirir, ortaya çıxarır, oxucuların, tamaşaçıların müzakirəsinə çox ürəklə, səxavətlə təqdim eləyir. Ağakərim Nafizlə belə bir qəzəl toplusu elədik.
Siz bilirsiniz ki bizim musiqimiz, muğamımız sözsüz yazılmış musiqidir. Onun sözləri qəzəllərdədir, o bəhirlərdə, qəliblərdədir. Və söz təzələnmirsə, o çətin sözlüdürsə, gənclik onu oxuya bilməyəcək və unudacaq. Ağakərimlə yığdığımız bu kitabda Xəqanidən başlayır və bugünkü 15 yaşlı Nofəl Arazi ilə bitir. 15 yaşlı Zərdabın bir kəndində yaşayan uşağına. Yəni o baxımdan çox maraqlıdır. Eləcə də məsəl üçün bizim alimimiz, folklorçu, elə də musiqiçi Ozan Fəxrəddin Salimin divanı. Bilirsiniz ki, mən onun haqqında ayrıca proqram çəkmişdik. Ağakərim Nafisin də divanını bir ara mən yığıb çap eləmişdim. Bunlar əsaslı bir şeylər idi. Bu adamlara əgər imkan daxilində kömək olunmasa, bunlar da itib batacaq. Bu da elə ailədən gələn bir şeydir. Burada dayılarımın topladığı, məsəl üçün bir bomba partlayışı kimi oldu. Dayım Əhmədlə ananın topladığı, Amasyadan topladığı nanayları çap edildi. Nanaylar bayatının bir növüdür. Elə bayatı janrında yazılır, amma müəyyən bir dırınqılar, başqa şeylər var orada, oxunuş qaydalarında. Ki bunu kim? Əzizə xanım buradan ora gedib onu toplayıb. Sonra ayrıca kitab elədik. Ağbaba və Şirvan folkloru deyilən bir kitab elədik. Yəni ki, bunlar çox dəyərli bir şeydir və bunların gərək dəyərini biləsən, onları çap elətdirəsən. Bizim folklorçu Tacir Səmimi ilə əməkdaşlığımız son 3-4 ildə çox faydalıdır və doğrudan da gözəl kitablara həsr olunur və yenə Əzizə ananın indi hesab eləyirəm ki, bir 10 cild kitabı ki çap olunacaq. Onlardan 3-ü folklordan olacaq, biri aşıq ədəbiyyatının tədqiqi olacaq, klassik ədəbiyyatın, müasir ədəbiyyatın tədqiqi və s. qadın yaradıcılığın tədqiqi deyə bir 10 cildə yaxın ayrıca kitablar olacaq. Onu da orada biz həll edəcəyik, Allah qoysa. Azərbaycan ədəbiyyatında Cəfərzadə soyadı illərdir ki, oxucu gözündə, araşdırıcı qələmində çiçəkləyir. Bu imzalar ürəklə demək olar ki, illərdir ki, fikir, düşüncə kərvanımıza istiqamət verir, yol göstərir. Əzizə Cəfərzadə o kərvana başçılıq edir. Məmməd Cəfərzadə, Əhməd Cəfərzadənin sırasına Turan İbrahimovu ürəklə yazmaq olar. İmzan mübarək Turan İbrahimov, xəttim var imzalar içində.